Biz ona ingilis dili suallarının izahına baxırıq. 7-ci sualda birinci söz defend müdafiə etmək, attack hücum etmək. Bizdən antonimlər istəyir. Bir antonimdir. İkinci söz liberate azad etmək, free azad etmək sinonimdir. Üçüncü fail kəsilmək, uğursuz olmaq, succeed uğurlu olmaq. Bunlar antonimdir. Dördüncü söz reject imtina etmək, refuse imtina etmək sinonimdir. Beşinci söz destroy dağıtmaq, build tikmək antonimdir. 1, 3, 5 variant B düzgündür. 8-ci sualda cümlə qurmaq sualıdır. Sözlərə baxanda cümlə belə olur. Books are very important in the life of people, yəni A variantı. 9-cu sualda yesterday Alex broke my favorite vase olmalıdır. C variantı. 10-cu sualda mürəkkəb tamamlıq sualıdır. We wanted the guests to join, yəni B variantı. 11-ci sualda my daughter is very capable, veridən sonra adi dərəcə Y variantı. 12-ci sualda was the train 2 hours late sual cümləsidir. Why olmalıdır. Nəyə görə qatar 2 saat gecikmişdi. 13-cü sual cümlə tamamlamadır. Sual quruluşu olmaz. Variantlarda sual quruluşu olanlar, yəni köməkçi feili mübtədadan əvvələ keçdiyi variantları silirik. A variantında did əvvələ keçib. B variantında are Z-dən sonra olmalıydı. C variantında will it-dən sonra olmalıydı. D variantında what time have-lə işlənmir. Y variantı düzgün cavabdır. 14-cü sualda butter sayılmayan isimdir və yalnız B variantında olan masla işlənə bilər. 15-ci sual article sualıdır. Chinese is one of the most ancient languages in the world. Sifətin üstünlük dərəcəsinin qarşısında Z işlənir və dünya sözünün qarşısında da həmişə Z işlənir. Variant C. 16-cı sualda modal feil sualıdır. Tərcüməyə baxırıq. I lift the box as it was too heavy. Çox ağır olduğuna görə I couldn't lift. Qaldıra bilmədim qutunu. Variant B. 17-ci sualda all people stop fighting with one another. The world will be a much better place. Burada zaman kimi də baxmaq olar. Tərcümə sualı kimi də bağlayıcı sualdır bu. When olacaq cavab. Bütün insanlar bir-biri ilə döyüşməyi dayandırsalar, dünya daha gözəl yer olar. Deyir variant D-də. 18-ci sual a cup of tea doğrudur. A glasses of water yanlışdır, çünki edən sonra cəmsim gəlməz. 3-cü 2 kilo yox, 2 kilos of olmalıydı. Və 4 a bar of chocolate düzgündür. 1-4 düzgün variant C. 19-cu sual məchul növə çevirmə sualıdır. The director has announced the new rules. Bunun məchulu mütləq şəkildə has been announced olmalıdır və mübtəda dəyişməlidir. A, B variantında mübtəda dəyişməyib. C variantında düzgün formada qoyulmayıb. D variantında the new rules have been announced by the director. D variantı doğrudur. Y variantında mübtəda xəbər uzlaşması pozulub. 20-ci sualda the salesman had a lot of antique carpets and a month later of were sold. Burada xəbərə baxırıq və söhbət carpetsdən, yəni cəmsimdən gedir deyə biz onu heç vaxt itlə əvəz edə bilmərik. Zem olmalıdır. 2 və 3 variant B. 21-ci sualda the little girl is pleased with-dən işlənir söz önü olaraq. The blouse which was brought for her. Balaca qız onun üçün alınan kofta ilə xoşbəxt idi deyir. 22-ci sualda yenə də tərcümə sualdır. People have a lot of good personal qualities. Kind people, gentle people. Yəni mərhəmətli və mehriban insanların daha çox yaxşı xüsusiyyətləri olur. 23-cü sual mətn sualıdır. What is typical for Van Gogh's artistic career? Mətnə əsasən düzgün olanı seçmək lazımdır. Mətndə düzgün ifadə belədir. 1. He painted his artworks in 10 years time. Bəli, orada decade sözü işlətmişdir. Bu doğrudur. Və 4. His works mainly describe the struggles of the residents. 1-4 A variantı doğrudur. 24-cü sualda doğru fikri istəyir. Mətnə əsasən doğru cümlə. Deməli, A variantında evin ən kiçiyidir deyir. Xeyr, orada ən böyüyü olmalıdır. B variantında deməli, ailəsinə Yaponiyadakı həyatından yox, Yapon rəsmlərindən danışmışdı. Ona görə səhvdir. C variantı doğrudur. Baxmayaraq ki, Vincent çoxlu əsərlər çəkib, hazırlayıb, amma onları nümayiş etdirməkdə çətinliklər yaşayırdı. Düzgün cavab C variantı. 25-ci deməli, sualda da düzgün cavabı istəyir. Mətnə əsasən düzgün cavab olmalıdır. Burada in his letter to CEO, yəni qardaşına olan məktubunda Van Gogh bildirirdi ki,
Explained how he used different colors to express darkness. D variantı qaranı istifadə etmədən qaranlığı necə nümayiş etdirdiyini göstərirdi. 26-cı sual mətn nə haqqındadır? Elə düzgün cavab A variantındadır. Elə birinci cümlədə də bu qeyd olunmuşdur. 27-ci sualda to motivate or encourage someone, kimisə cəsarətləndirmək, həvəsləndirmək bu inspire sözüdür. Improve sözünün sinonim 28-də to develop olmalı idi.